Salam, hər vaxtınız xeyir olsun. Mən İbrahimova Rəna. Bu günlərim südəmər körpələrdə qarnın şişkinliyi, qazın yığılması barəsində danışacağam. Buna el arasında köp deyirlər. Bu köpün yaranmaması üçün ən çox məsuliyyət bizim analarımıza düşür ki, analarımız öz yedikləri məhsullara fikir verməlidirlər ki, hansı məhsullar körpələrdə şişkinlik, qaz yarada bilər, hansı məhsullar yaratmaya bilər. Ən çox yayılan, ən çox qaz yaradan məhsullar arasında lobya, paxla, şirin məhsullar, şirniyyat, şirin konfet, kompot, bu kimi məhsullar körpələrdə qaz yaradır. Bunları aradan qaldırmaq üçün, yəni uşaqların rahatlığı üçün, onların rahat yaşaması üçün, yatması və gün ərzində rahat olması üçün bir sıra məsləhətlər vermək istəyərdim ki, mən bunların hər birini öz 3 balamda tətbiq etmişəm. İlk öncə fiziki hərəkətlərə yola əl atmaq lazımdır. İndi mən sizə fiziki hərəkətləri göstərəcəm. Bu fiziki hərəkətlər bunlardan ibarətdir. Bizdə evdə uşaq olmadığı üçün mən bunu balaca şirin ayı üzərində göstərəcəm. Öncə hər iki uşaq düz yerdə uzadılır və hər iki ayağı velosiped hərəkəti ilə, velosiped sürmə hərəkəti ilə fiziki hərəkət etdirilir, tətbiq etdirilir. Daha sonra hər iki ayaq bükülüb önə, qarına doğru sıxılıb, buraxılır, sıxılıb, buraxılır. Daha sonra körpəni bu vəziyyətdə çiynimizə qoyaraq çiynindən, yəni bel nahiyəsindən oxalamaq lazımdır. Bu halda ola bilsin ki, uşaq gəlişsin, bir balaca da qaltarsın, yəni bu qorxulu hal deyil. Bu o deməkdir ki, körpə artıq qazını çıxartmışdır. Ana isə dediyim kimi yenə də öz yeməklərinə fikir verməlidir. Ən çox apteklərdə şüyüd toxumu ki var, biz buna el arasında raziyana deyirik. Həmin otdan istifadə etsələr daha yaxşı olar. Həm dəmləyib içdikləri halda 200 ml qaynar suya 2 xörək qaşığı raziyana toxumu, şüyüd toxumu əlavə edib qaynatsalar, həm ananın südü artacaq, həm də həmin o süd vasitəsilə körpəmizə keçəcək və körpə rahat yatacaq. Biz bilirik ki, körpələrin sağlamlığı, körpələrin xoşbəxtliyi, onların normal yaşaması üçün biz əlimizdən gələni etməliyik ki, onlar normal yaşasınlar və biz analarda bütün məlumatları öyrənib bilməliyik ki, bunları öz övladlarımızda tətbiq edək.